Gürcüstandan gələn bəzi məhsullara Qırmızı Körpü gömrük məntəqəsində qadağa qoyulub. Belə ki, vətəndaşlar bu məhdudiyyətlərin hansı qanunlara əsasən qoyulduğunu öyrənmək istəsələr də, gömrük məntəqəsi bu barədə məlumat vermir. Hüquqşünas Ramil Qaçayevin sözlərinə görə, aksizli və avtonəqliyyat vasitələri istisna olmaqla digər əşyalar ölkəyə gətirilə bilər. Hər bir şəxs başqa bir dövlətə gedərkən qanunla qadağan olmayan malları əldə edə bilər və onları müvafiq qaydada gömrük sərhədindən keçirə bilər. Gürcüstan Respublikasından Azərbaycan Respublikasına keçən zaman Samsung markalı, Samsung Galaxy markalı telefon keçirirdim. Bu zaman Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin işçiləri məni qanunsuz olaraq heç bir Nazirlər Kabinetinin qərarı olmadan məni qanunsuz olaraq saxlamış. Hüquqşünas onu da qeyd etdi ki, vətəndaş 1500 dollara qədər gömrük rüsumu ödəmədən əşya keçirməkdə sərbəstdir. O vaxt da tətbiq oluna bilər ki, həmin məbləğdən artıq olsun, yaxud şəxs alış-veriş məqsədilə, misal üçün müəyyən malları alır və Azərbaycana onların satılması üçün gətirir, yəni gəlir əldə etmək üçün. Bunun üçün o müvafiq gömrük rüsumları ödəməlidir. Gömrük rüsumları ödədikdən sonra təbii ki, keçirə bilər. Yəni, bu halda da ona məhdudiyyət qoyulmur. Məni qanunsuz olaraq saxlamış və ondan qanun və qərarları tələb edərkən mənə sizə qanun və qərar verməyə ixtiyarım yoxdur və borcum da yoxdur deyərək məni təhqir etmiş və hətta mənə savadsız deyərək alçatmışdı. Ramil Qaçayevin sözlərinə görə vətəndaş gətirdiyi məhsullara qoyulan qadağalar haqqında məlumat ala bilər. Vətəndaş həmin məmurdan şikayət edə bilər birbaşa həmin ya gömrük komitəsinin rəhbərliyinə, yaxud başqa bir orqana, misal üçün məhkəməyə, yaxud prokurorluğa. Qeyd edək ki, Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il 305 sayılı qərarı ilə fiziki şəxslər tərəfindən istehsal yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları təsdiq olunub.